Əziz tamaşaçılar, Magen David qrupunun təşkilatçılığı ilə Monitoring TV-də bizim qonaqdan mən Nura sizi salamlayıram. Bugünkü qonağımız Azərbaycan Respublikasının əməkdar artisti, çox sevimli, dəyərli müğənnimiz Vasif Məhərrəmlidir. Xoş gördük Vasif müəllim. Təşəkkür edirəm. Şükür Allah, yavaş-yavaş. Sağ olun, Allah razı olsun. Mən də bütün xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Eyni zamanda bilirsiniz ki, Ramazan da üst-üstə düşübdür. Bütün oruç tutanların Allah orucunu qəbul eləsin inşallah. Bax, bizim də süfrəmizdə hazırda heç nə yoxdur. Çünki bəli, orucluyam. Ona görə Allah bütün Allahın ətəyindən yapışıb ona pənah gətirmiş. Bəli, ona dua eləyən, ondan istəyən, ona inanan bütün kəslərin yolunu açıq eləsin inşallah. Elə Allah dedizdir, Tanrı səbirliləri, insanlara hər zaman rəhimli ürəkləri, qəlblərdə yaşayır. Hər zaman deyir, Tanrı elə insanın özünün vicdanıdır. İnsan bir nə qədər rəhimli olsa, vicdanlı olsa, xeyirxah olsa, elə əməlləri artıq duaların deyir, nəticəsidir. Amma mən tuta bilmirəm oruc. Allah üçün orucumuzu qəbul etsin. Yox, əgər tuta bilmirsinizsə, yəni doğrudan Allah Taala rəhimlidir, mərhəmətlidir. Doğrudan da insan ürəyindən istəyir, onu tuta bilmirsə, o yəni onun üçün yəni belə qurban olduğum Allah Taala keçir. Başa düşür ki, yəni olmaz. Əgər bir İraq olsun, Allah xəstəlik nəsib eləməsin. Vasif Məhərrəmli, efirlərə tez-tez çıxırsınız, hərdən də çıxmırsınız. Bəli. Görsənmişsiniz efirlərdə. Keçən il biz sizi efirlərdə görmədik. Efirlərə dostlarımızın dəvəti ilə yaxın tanıdığınız, illərdir sənətdəsiz, aparıcı dostlarınız var. Aparıcı dostlarınızın verilişlərinə, yoxsa reytinqə görə, yoxsa verilişin necə deyim, formatına görə çıxırsınız? Verilişi necə seçirsiniz? Aparıcıya görə, reytinqə görə, yoxsa verilişin formatına görə çıxırsınız? Yox, mən hər hansı bir verilişə gedəndə qətiyyən onun reytinqini düşünmürəm. Ki, bu reytinq verəcək, verməyəcək. Təbii ki, aparıcı yaxın dostumsa onun reytinq olsa da olmasa da onun verilişinə çıxacaq. Necə ki, burada gəlmişəm. Sizin verilişinizə gəlmişəm. Çox sağ olun, təşəkkürünüzü edirik. Minnətdarım. Amma məsələn, mən birinci onu bilə bilmərəm ki, mən çıxdığım veriliş reytinq verəcək, verməyəcək. Şükürlər olsun Allah. Deyirlər ki, siz çıxan veriliş biraz olaylı müğənni olduğum üçün reytinq olur. Nəsə gözləyirlər məndən, hər hansı bir söz, hər hansı ki, nəyəsə yanaşma falan. Amma mən gördüm ki, mən evə çəkildikcə, özümə qapıldıqca bəziləri önə çıxırlar. Ona görə dedim, yox, qərar verdim ki, mütləq şəkildə efirlərə çıxmaq lazımdır. Bir də bir şey deyim sizə, nə qədər sosial şəbəkədə olsa, nə olur olsun, hansı platforma olur olsun, efirin yeri bir başqadır. Bəli, düzdür. Bəzi müğənnilər var ki, təmasda olduğum, danışdığım, bizim də dostlarımız var. Deyirlər ki, neynirik efirləri elə sosial şəbəkələrdə biz oxuyuruq. Mən onlara deyirəm ki, heç bir müğənni sosial şəbəkədə mahnısını təqdim etməklə nə əməkdar artist, nə xalq artisti adı almır. Almır. Əsas televiziyadır, televiziyada mahnılar təqdim olunmalıdır, xalq tanınmalıdır. Bunu mən demişəm. Bəli, çox gözəl, xoşuma gəldi bu söz. Yəni, əməkdar artist, xalq artisti adına layiq görülmək sosial şəbəkədən olmur. Mütləq şəkildə dövlət üçün nəsə eləməlisən, xalq üçün nəsə eləməlisən, öz doğulduğun yer üçün və yaxud və ilə axıra və bu sənət üçün nəsə ortada bir şey eləməlisən ki, sənə o əməkdar artistini, xalq artisti adı ona layiq görünəsən. Bəli, düzdür. Yəni onu eləməzsən mümkün deyil. Sadəcə indi çıxdım, mən toy mahnısı oxudum, 6-8-də mahnıları yəni sap kimi, muncuq kimi düzdüm sıraya, ondan olmur bu şeylər. Bəziləri qarışdırırlar ki, mən 40 ildən şeydəyəm, nədir, sənətdəyəm, amma mənə düşür, mənə vermirlər ya təqdim eləmirlər. Elə deyil.
sən 40 ildir nə eləmişsən, ortaya bir şey qoy da. İnsan var 1 ildir, 2 ildir efirdədir, artıq onun göstəriciləri var. Bəli, müğənni nə ilə tanınır? Müğənni repertuarıyla Bəli, mahnıları ilə. Sənin səsin də ola bilər, gözəl, oxuma tərzin də ola bilər. Amma sənin bəlli bir repertuarın olmalı. Bəli. O repertuarın varsa, artıq dövlət də səni tanıyacaq. O belədir. Vasif Məhərrəmlinin ilk mahnısı Bakılı qız idi. Bəli. Bizim tələbəlik illərimizə o Şamil olunan vaxtı idi. Yəni ən gözəl günlərimiz. Təsadüf or eləmişdi. Təsadüf etmişdi. Hətta bizə yadımdadır, mən incə sənət universitetini bitirmişəm. Bizə Bakılı qız deyirdilər oğlanlar. Bakılı qız. Maşallah. Çox gözəl mahnıdır. Hətta uğur da gətirdi sizə. Hər bir deyir, müğənninin öz vizit kartı olur sənətində. Mənə gəlir ki, Vasif Məhərrəmlinin elə vizit kartı Bakılı qız olmuşdur. Tamamilə doğru, yanılmışsınız. Tamamilə doğrudur. Sən gözümün qarasısan, ürəyimin parasısan, burada çoxmu qalasısan, gedək gəzək, qalma yalqız, Bakılı qız. Sən gözümün qarasısan, ürəyimin parasısan, burada çoxmu qalasısan, gedək gəzək, qalma yalqız, Bakılı qız. Mən 2000-ci ildə Bakılı qız mahnısı ilə ona əsərlə deyərdim. Mən professional səhnəyə gəldim və təbii ki, uğur gətirdi mənə. Bu işləməyə keçən birinci növbədə Asif Kərimov idi. Mən ona sonsuz təşəkkürlərimi nə qədər bildirsəm də azdır. Var olsun onu, həmişə belə yanımızda nəsli olmasın inşallah. Onun sayəsində, onun musiqisi idi, onun ideyası idi, o klip, sujet xətti falan, hamısı onun ideyası idi. Çox da maraqlıydı. Yəni o dövr üçün, elə indiki dövr üçün də, yəni çox maraqlı bir, aktual bir klipdir. Bakılı qız elə həmişə Bakılı qızı. Bugün aktual. Siz də Bakılı qızısınız. Yox, Bakıda yaşamışam, amma Bakılı deyiləm. Mən Qaxdanam. Amma o mahnını biz çox sevirdik. Həqiqətən tələbələr, gənclər, elə indi də qulaq asanda o mahnı insanı aparır da özündən. Deyir, musiqi ruhun qidasıdır. Əgər bir musiqi səni düşündürmürsə, ruhu səndən aparmırsa, o musiqi deyil. Tamamilə doğrudur. Bir də musiqi poeziyadan qaynaqlanır. Hər bir mahnı poeziyadan qaynaqlanır. Bugün Vasif Məhərrəmli mahnı seçəndə onun sözlərinə diqqət edir. Əsas önəmli onun üçün mahnının sözləridir, yoxsa musiqidir? Bax, sizin bu sualınıza baris nümunə son vaxtlar oxuduğum Yavalanmış bir adam mahnısıdır. Allah Xəyyama rəhmət eləsin. Xəyyamın musiqisidir. Sözləri Firdovsi Rəsulundur. Gözəl yazardır. Qələmini çox sevirəm. Məhz mən Vasif Məhərrəmlini mahnıda o söz tutdu məni. O sözün artıq ucundan gedir. Dedim, mən bu mahnını oxuyacağım. Və bugün baxın, bugün də baxış sayı artıq milyonu keçdi. Bəli, bu il mən özüm gözümdən gördüm ki, 1 milyondan çox keçib. Başqa səhifələrdə də 600 min, 700 min izləməsi var. Bəli, keçib. Yəni, dərin mənalı sözləri var. Söz çox önəmlidir. Musiqi də önəmlidir, söz də önəmlidir. Və üçü bir yerdə vəhdət təşkil etməlidir. Söz, sonra musiqi yaranır, sonra ifaçı da onun öhdəsindən elə gəlməlidir ki, o söz belə ağızdan şorba kimi tökülməməlidir. O artikulyasiyan o qədər düzgün olmalıdır ki, sən onu çatdıra bilərsən. Bir də bugünkü aparıcılar çoxdur da, efirdə çoxlu verilişləriniz var. Siz bugünkü aparıcılardan razısınız? Razı olduğum da var, olmadığım da var. Amma bir onu bilirəm ki, bugün böyük bir rəqabət var və bütün aparıcılar çalışırlar ki, yaxşı iş ortaya qoysunlar, yaxşı proyektə, yaxşı layihə imza atsınlar ki, baxılsın. Bugün ən böyük şərt o verilişin baxılmasıdır. Əgər veriliş baxılırsa, deməli orada nəsə var. Deməli orada o aparıcıda bir impuls var, bir pozitiv enerji var ki, onu ötürə bilir. O sözdən, danışıqdan çox sənin də olan pozitiv enerjidir. Sən o enerjini ötürməlisən. Yansıda bilsən tamaşaçıya, sənə baxacaqlar. Amma belə bəyəndiyim demirəm. Yəni
razı qaldığım da var, qalmadığım da var, dostum olan da var, olmayan da var. Amma indi verişlərə gedirik də, yəni bizim işimiz bu. Dostluqdan söz düşdü. Ədalət Şükurovla çox yaxınsınız, dostsunuz. Səyahətlərə çox çıxmısınız. İzləmişik onu. Bəli. Bu yaxınlarda yoxdur belə bir səyahət planı Ədalət bəylə gedir. İş burasıdır ki, Ədalət hal-hazırda biz sizinlə danışdığımız zaman Ədalət Afrikadadır. Hə, Afrikada, orada bu cəngəlliklərdə bu nə bilim sosial şəbəkədə baxdım, şirlərlə, pərənglərlə, nə bilim ilanlarla, filan fillərlə şəkil çəkdirib, video çəkib. Ədalət belə şeyi çox sevir, egzotik ailəmi çox sevir. Ümumiyyətlə mən açıq deyim, məni də o işə cəlb edən Ədalət oldu zamanında. Mən onunla bərabər getdim və aşağı-yuxarı belə bütün qitələrdə olmuşuq. Bəli, çox ev gəzmişsiniz, biz də onları izləmişik. Bir tək Afrikada olmamışdım mən. Ədalət siz getdi. Amma Ədalət məndən, bəli, Ədalət getdi mənsiz. Çox səmimi insansınız, həlimsiz, ünsiyyətçisiniz. Mən indi sizi illərdir tanıyıram. Minnətlər. Amma bəzi yerlərdə deyirlər, Vasif Hərrəmli sərtdir. Amma mən bu ilə heç razı deyiləm. Çünki el məclislərində də rastlaşmışıq, efirlərdə də görmüşəm. Bəncə bunun səbəbi nədir? Bunu belə söyləyirlər. Yəqin ki, hardasa nəsə görüblər. Yox, səbəbi budur ki, bu insanlar bəzi təbəqəsini bilmək olmur. Onlar nə istəyirlər? Aha. Onlar üçün gülürsən, güləndə deyəcəklər çox düşükdür, çox şitdir. Çox sərt, belə ağır durursan, deyirlər o yekəxana da özündən razıdır. Bəlkə zamanında kimisə yerində oturtmuşsunuz. Deyir, bunu etmək lazımdır. Yox, o zamanında o şeylər olub zaten. Amma bilirsiniz necədir? Bu, sən heç kimi, yəni, belə deyim, bir müğənnini belə desək daha düzgün olar, bütün hamı sevə bilməz. Hamının xoşuna gələ bilməz. Biri sevəcək, biri sevməyəcək. Amma bütün sevənlər, sevməyənlərin hamısına mən buradan minnətdarlığımı bildirirəm. Çünki mən o sevənlər deyil, bəlkə də sevməyənlər Vasif Hərrəmli elədilər. Amma aktual bir müğənnisiz, hansı mahnını təqdim etsəz, o mahnı hər zaman gündəmə gəlir, gündəmdə qalır. Məsələn, bu mahnı biraz belə deyək, o sevməyənlərin də bir ürəyinə, bir qəlbinə bir su çilədir. Bilirsiniz necədir? Bu biz demirik, Molla Nəsrəddin bir də çox-çox üzr istəyirəm bir eşək məsələsi var. Bir də uşaq, bilirsiniz də onu. Molla Nəsrəddin minir ulağın üstünə, uşağı da alır tərkinə. Kənddən keçəndə deyirlər, bu necə adamdır, bu necə eşəyə yazığı gəlmirmi? Təzən özü düşür, uşaq qalır. O birisi kəndə çatanda cəmaət baxır, deyirlər ki, bu uşağı nə mindirmi sən ora? Özün min, uşaq da düşsün, cavan uşaq da piyada geçsin də yanından. Eləyir, o birisi kəndə deyirlər, vay, utanmır, bir buna bax. Özü minib uşaq böyründə piyada gedir, saçından, saqqalından utanmır. Düşürlər ikisi də, o da düşür ulaqla bir yerdə, üçü də gedirlər. Ulağa minmirlər. Axırıncı kənddən keçəndə hamı çıxır, görür ki, buna bədbaxtlar, buna eşəkdir, minin də bu. Başa düşürsünüzmü? İnsanlar həmişə nəsə axtarmalıdırlar. Nəsə axtaracaqlar, nəsə deyəcəklər. Sən çox-çox yaxşı olsan da sənə bir belə çox-çox üzr istəyirəm ifadəmə görə bir mız qoyacaqlar. Mümkün deyil. Bunsuz alım var. O mız məsələsi mütləq olmalıdır. Belə bir məsəl var. Deyir, hər kəs öz pəncərəsindən baxır həyata. Bəlkə insanlar öz çirkli pəncərəsindən baxırlar, başqasının pəncərəsini çirkli görürlər. Deyir ki, bu çirkli şüşədən, o pəncərəni çirkli görürlər. Yəni, insan birinci öz şüşəsini təmizləməlidir ki, başqasının şüşəsini təmiz görsün. Bir də görürsən, öz gözlərində tiri görmürlər, başqasının gözündən tik axtarırlar. Yox. Öz gözündə tiri başqasından tik axtarırlar. Tamamilə doğru, tamamilə gözür. İndi o mümkün deyil ki, sən hamının xoşuna gələrsən. Bilirsiniz nədir? Mən bir dəfə bu haqda mənə sual verdilər. Mən dedim, bax, bilirsiniz, mənim artıq o zamanım yoxdur ki, həm də o yaşda deyirəm ki, mən kiməsə neysə sübut eləməyə çalışam. Mən bütün bu işlərin hamısını çalışmışam, eləmişəm, özümü göstərmişəm, oxumamı göstərmişəm, xarakterimi göstərmişəm, xasiyyətimi hamısını. İndi bundan sonra təzədən kiməsə mən, əgər məni sevən bu günə qədər sevibsə, sevəcək. Bu gündən sonra məni sevməyən var, bu gün. Bu gündən sonra mən ağzımla göydə quş da tutsam, onlar məni sevməyəcəklər, mümkün deyil.
o insanları da deyir, belə bir məsəl var. Mən həmişə Süleyman Peyğəmbərin bir məsəli var. Deyir, o pisliklə əl çəkmirsə, sən heç vaxt əsla yaxşılıqdan əl çəkmə. Qoy Vasif Bəhərəmli hər bir şey gözəl mahnılar bizə təqdim etsin. Gözəl ifalarından bizim ruhumuzu zənginləşdirsin. Pisliklər onsuz da deyir ki, pislik öz pisliyində boğulur, yaxşılıq da öz yaxşılığına bir gül açır. Mən tamamilə sizinlə razıyam. Yəni bir misal daha var. Deyir, yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq hər kişinin işidir. Mən o hər kişilərdənəm ki, mənə o yamanlıq edənlərə mən yaxşılıq edib pərt edirəm onları. O çoxlarına olub bu şey, bu sənətdə də. Bu sənətdə də çoxları mənə pisliklər ediblər. Bilmədən, bilərək orasını vurğulamıram. Amma mən onların çoxuna, o eləyənlərin hamısına, mən yaxşılıq eləmişəm və onlar utanıblar axırda. Deyir, yaxşılıqda deyir, bir-birinizə deyir, borcunuz yaxşılıq olsun, hörmət borcunuz olsun. Bilsin, bir yaxşı söz də var, deyir, Allah bizi utandırmasın. O utananlar, o silsilədən olan adamlar, o kateqoriyadan olan adamlar, o utananlar. Vasif müəllim, çox maraqlı söhbətimiz gedir. Elə istəyirəm söhbət vaxtında, elə sonuncu o 1 milyon toplamış adam. Havalanmış bir adam. Havalanmış bir adam, amma biz bugün havalanmırıq. Biz bugün çox gözəl bir mahnıya qulaq asacağıq. Yaxın əyləşin ekrana. İnşallah. Bilirsiniz necədir? Mən artıq bir qərara gəldim ki, xalq nə istəyirsə onu vermək lazımdır. Bəli. Yəni, sən özündən Amerika aça bilməzsən. Açsan da sənə qulaq asmayacaqlar. Bugün, dünən xalq başqa şey istəyirdi. 10 il bundan qabaq başqa bir şey istəyirdilər. 30 il bundan qabaq tamam başqa bir tərz vardı. Rayon yerlərində belə, Bayatşar üstündə Rəşid Bebdovun mahnıları dəbdə idi. Bakı Əziz şəhər falan filan bu kimi şeylər, quşlar toyda oynanırdı. Onun adına da papuri deyirdilər o vaxt. Papuri deyəndə bu nəzərdə tutulur. İndi papuri sözünün əslində papuri belə düzgündüyü bir neçə mahnı şeydə təkrarı, bir-birinə quraşdırılması. Və papuri deyəndə biz onu nəzərdə tuturduq ki, xalq ki, yəni papuri, bir dənə papuri oxu, quşlar oxu, Bakı oxu falan oxu. İndi onlar hamısı yavaş-yavaş sıradan çıxdı. Xalqın... Artıq o mahnılar klassikaya çevrildi. Hə, klasika çevrildi, çox gözəl dediniz. Xalqın istəyi bugün başqadır. Bax, görürsünüz, mən də nə olsun əməkdar artistəm. Mən də çalışıram ki, xalqın zövqünü oxşamağı bacarım. Və çox şükür ki, o Xəyyamın, Allah rəhmət etsin yenə Xəyyamın mahnısı mənə yenidən bir uğur gətirdi. Və bugün artıq 1 milyonu keçən bir izləməmiz var. Var olsun xalqımız. Təbii ki, o yenə də bax, görürsünüzmü, dəyəri verən, qiyməti verən o xalqdır. Səni sevsələr də, sevməsələr, əgər sən yaxşı bir ifa ortaya qoyursansa, o sevməyənlər, sevənlərdən çox qulaq asacaqlar. Bəli, düzdür. Biləsiniz. Elə indi havalanmış adam musiqisinə dinləyək. Sən vəfasızlıq edib eşqini danmış bir adam, mən öz əhdimdə sədaqətlə dayanmış bir adam. Sən bu sevda ocağından üzü soyan birisən, mən bir əsrət soyğunda içi yanmış bir adam. Sən vəfasızlıq edib eşqini danmış bir adam, mən öz əhdimdə sədaqətlə dayanmış bir adam. Sən bu sevda ocağından üzü soyan birisən, mən bir əsrət soyğunda içi yanmış bir adam. Mən bir əsrət soyğunda içi yanmış bir adam. Təşəkkürümü bildirəm Vasif Bəhərəmli. Sağ olun. Həqiqətən ürəyimizi qoymuşsun mahnıya. Mahnının sözləri, bayaq dediniz, sözləri də önəmlidir, musiqisi də önəmlidir. Amma ən önəmlisi onu təqdim etməkdir. Mahnını ürəkdən, doğrudan onu çox gözəl oxumusunuz. Təsirli sözləri var. Bugün Vasif Bəhərəmli ən çox həyatda nikbin notlar üstündə düşünür, yoxsa pozitiv enerji? Valla, mən adətən... Pozitivliyə daha çox. Yox, mən adətən belə pozitiv... Məsələn, arabamızda, maşınımızda da, yəni, nikbin belə mahnılara qulaq asırsınız, həzin mahnılara, yoxsa belə şən mahnılara? Yox, mən slow mahnılara qulaq asıram. Yəni, mən oynaq bir şeyə qulaq asmıram. Mənim maşınımda olan... Biz indi təbii ki, daha maşında disk yox, flash kart yox, başqa
başqa artıq formada qulaq asırıq. Ya YouTube-dan, ya müəyyən platformalardan. İbrahim Tatlıses'e qulaq asaram, hərdən Rəşid Beybitov'a qulaq asıram, Müslümə qulaq asıram, Məqamayevə. Bizim klasik mahnılara qulaq asıram. Yox, bizim cavanlara da qulaq asıram. Niyə? Düşdükcə ara sıra bir neçə müğənnilər var ki, çox istəyirəm onların ifasını. Məsələn, Türkiyədə yenə var, Sibelə qulaq asıram, Sibelcana. Ən çox sevdiyim hal-hazırda müğənnilərdən biri Linetdir. Linetə qulaq asıram, möhtəşəm bir ifaçıdır. Amma bunların hamısının üstündən bircə dəfə İbrahim Tatlıses'in səsinə qulaq asanda adamın sanki yaranın bir məlhəmidir. Düzdür. Yaraya məlhəmdir. O yara olan yerə kompres qoyarlar, ağrı çəkilsin. İbrahim Tatlıses'in səsi bax odur. O kompres edir insanın yarasını. Mən belə şeylərə qulaq asıram. Ailənizə çox bağlısınız. Təbii ki. Hər kəs ailəsinə bağlı olmalıdır zaten. Ona borçludur. Yəni, işləriniz çoxdur. Adil Karaca yığır mənim müğənniyə. Salamlayarım. Sağ ol. Yəni, vaxt ayıra bilirsinizmi? Bax, məsəl üçün, indi mən də aparacağım. Çox vaxtımı ayıra bilmirəm. İşlər çoxdur. Bəli, bax, siz görürsünüz ki, mən o çəkilişdən çıxdım, gəldim bura. İndi buradan durub gedəcəm başqa yerə. Amma yox, vaxtım da çatır, yəni kifayət qədər. Oğlum 2-ci simen oxuyur deyə mən onu rahat görə bilirəm. Əgər 1-ci simen oxusaydı, görə bilməyəcəkdim mən. Amma qızım artıq maşallah bitirib universitetində işləyir. O tezdən gelir, gecə görürəm. Onlar biraz gec yatırlar deyə mən də görürəm onları. Ailədə necəsiz, sərt atasız, yoxsa həlim? Yox, sərtliyim yoxdur. Amma sərtliyim gözümdədir. Baxışla. Bir də bayaq çox gözəl dediniz, mən söhbəti kəsmək istəmədim. Dediniz ki, meydanı buraxmışdım, çəkilmişdim özümə. Buraxmamışdım, mən çəkilmişdim. Gördüm meydanı sən, mən, Həsən, Hüseyin, kimsə buraxanda başqaları gəlib oranı doldururlar. Onu mən elə bir dəfə yazı yazmışdım saytda. Dedim, müğənnilər gileylənirlər, hansı ki, sənətdə sözünü deyən əməkdar artistlər, yoxsa bəzilərinin əməkdar artist adı olmasa da, amma musiqiləri çox... Sözünü demiş adamlardılar. Demişdi, sözlərini deyiblər, zamanında sevilən, təsdiq olunan müğənnilərdir. Onlar özlərinə qapanıblar və çəkilirlər və ortaya da çıxır başqa müğənnilər. Hansı ki, 2 mahnı oxuyub 5 milyon, 6 milyon, bəlkə 100 milyon trendə salırlar mahnılarını və bunu dil uzadırlar o başqa müğənnilərə. Meydan boş qalır. Və mən onlara dedim ki, günah bəlkə sizin elə özünüzdədir. Siz meydanı boş buraxanda, əlbəttə ki, onlar gəlib bu meydana çıxıb, bu meydanda öz mahnılarını təqdim edəcəklər. Bilirsiniz, mən bir şey deyim, həftə içi 5 gün proqram var da, proqramlar var, bütün kanallarda aşağı yuxarı. Bunlar müğənni çağırmaq məcburiyyətindədirlər. Mütləq şəkildə müğənni çağırırlar. Doldurmalıdırlar da günləri. Bəli, yəni sən gəlməsən, o gəlməsin, o birisi gəlməsin və kimisə çağırmalıdırlar. Ona görə bir də bir şey deyim, əvəz olunmayan adam yoxdur, yəni elə bir şey yoxdur. Elə bir şey yoxdur dünyada. Kim olur olsun, əvəz olunmayan səslər ola bilər, amma əvəz olunmayan adam yoxdur. Əvəz olunmayan səs var. İbrahim Tatlıses'dir, Müslüm Məqamayevdir, Rəşid Beybitovdur, Xanəminin səsidir. Bunlar əvəz olunmayan səslərdir. Amma insan kimi onlar əvəz oluna bilərlər. İnsan kimi oluna bilərlər. İnsan kimi oluna bilərlər. Amma məncə sənətdə yox. Mən ondan razı deyiləm ki, sənətdə kimsə kimin, heç kim Vasif Məhərrəmli kimi o mahnını bizə təqdim edə bilməz. Heç kim Nəsibə Zeynalova ola bilməz, heç kim Yaşar Nuri ola bilməz. Aktyorlarımız çoxdur, yəni müğənnilərimiz çox. Sırf sənətdə məncə heç kimin yerini tuta bilməz. Amma mən oturdum, gördüm ki, yox, sən oturduqca, sən özünə qapandıqca bir daha təkrar edirəm. Kimlərsə, bəzi çox-çox ifadəmə görə üzr istəyirəm, çəpiş-çüpüşlər gəlib ki, meydanı doldururlar. Elə də oldu, elə o, çünki onları, o bəzilərinin adı çəpiş-çüpüşdür. Çünki o elə o tərzdə də ifalar eləyirlər də, bilirsinizmi? Efir, bir də bir şey deyim sizə, ağlıma gəldi. Deyirlər ki, bəs toy mahnısı başqadır, efir mahnısı başqadır. Mən bu şeylə fikir razı deyirəm, heç cür razı deyirəm. Bu nə deməkdir? Pis ifaçı var, pis mahnı yoxdur. Bayağı ifaçı var, bayağı mahnı yoxdur. Hər hansı bir bayağı mahnını verin, mən və digər yaxşı müğənnilər onu ifa eləsinlər, görəcəksiniz ki, nə qəşəng mahnıymış bu.
Bir də ki, pis diksiya var, pis artikulyasiya var. O mahnının çox sözlərini düzgün tələffüz etmək lazımdır. Bəli. Bir sözün əgər saitindən samitin yerində düzgün deməyəndə ondan tamam mənası əvvəl o bozulur. tərzin ağızdakı, o mahnıdakı olan tərzən sən onu üzr istəyirəm, hindi eski də oxuya bilərsən. Azərbaycanca da oxuya bilərsən. Nə yazıq ki, bizdə bugün ritmlərin çoxu, məsələn, bir xalqın bu çox hissəsinin bu Özbək də mənim deyil, Özbək də mənim qardaşımdır. İran, Özbək, İran, Hindistan ritmlərinə bir sevdası var. Bəli. O sevda hələ çıx. O Hindistan sevdası ümumiyyətcə çıxmır insanların canındadır. Hələ də o Jimmy insanların canındadır. Hələ də o Şaka insanların canındadır. İnanın ki, hələ o Zita Gita onların insanların beynindədir. O musiqi oradan gələn kimi bunlarda o sevda, o Hind sevdası çıxmayacaq bu insanların canından. Elə o gün mənim sizdən qabaq qonağım vardı verilişdə, elə bu söhbətə biz qayıtmışdıq. Dedim, baxırsan musiqiyə, tanış gəlir. Hansısa bir filmin, Hind kinosunda eşitdiyimiz bir musiqidir, amma indi baxırsan biraz dəyişilib, bayağı sözlərdən də bəzənilib və təqdim olunub. Bəli, arada Hind musiqini salırlar orada. Vasif Məhərrəmdə. O mahnılar axı ölü mahnılardır. Biz onlara canlı mahnı deyə bilmərik. Çünki o mahnı 1 ay, 2 ay, 3 ay, 1 ildən sonra o mahnı artıq dinlənilmir. Yəni onlara ölü mahnılar, mahnılar indi iki cürdür. Həmişə yaşayır, sevilir və o mahnılar klassikaya çevrilir. Amma bu siz dediyiniz mahnılar, mən inanmıram ki, onlar klassikaya çevrilsin. Kiminsə yadında qalsın. Heç bir vaxt ola bilməz. Heç bir vaxt ola bilməz. O nəinki klassikaya çevrilməyi 1 ayda ömürləri. 1 ay, yarım, 2 ay. Gənc olarkən siz sənətə gələr. Bir neçə dənə mahnı sayaram, prosto istəmirəm də ifaçılarım var. Hamısının ömrü 1 ay olur. Aha. 1 ay. 1 aydan sonra yoxdur mahnı. Amma mən 10 ildə ata mahnısını oxumuşam, bu dəqiqədə aktual. Bəli, çox gözəl. 15 ildir sənsizlik oxumuşam, bu dəqiqədə aktual, bu dəqiqədə sevilir, bu dəqiqədə qulaq asırlar. 25 il bundan qabaq Bakıda qız oxumuşam, bu dəqiqədə aktual və s. Mən özümü tərifləmək üçün demirəm. Mahnıdır. Yox, doğrudur. Mahnıdır. Bəli. Mən bəlkə də yox, başqası daha yaxşı oxuyacaqdı. Amma mahnıdır deyə o qalır, möhürlənir qalır. Bəlkə də ata mahnısını götürüb bir başqası oxusa daha yaxşı olar. Yox, ata mahnısı həqiqətən o sizin boğazınıza, o sizin tərzinizə təqdim etmişsiniz, çox gözəl. Bilmirəm, indi bəlkə deyirəm, ola bilər. Mahnının sözlərini bəstəkar sizə təqdim edir, yoxsa siz özünüz seçirsiniz mahnı seçimini? Hər cür ola bilər. Məsələn, mənim bir sözdə xoşum gələ bilər, bunu hər hansı bir bəstəkara təqdim edə bilərəm ki, mən bu mahnının sözlərindən xoşum gəlir, buna bir mahnı yazıq, bu da ola bilər. Və yaxud ola bilər ki, şair özü təqdim eləsin. Ola bilər, musiqi beynində olsun bəstəkarın, söz axtarsın və tapsın sənin şeiri. Bu, hər cür olar. Deyir, bugündür, yəni əlimizdədir. Sabahsı gün deyir, bunu bilmirik. Bilmirik, nə olur. Bilmirik. Gələcəksə deyir, yəni o bir hədiyyədir, yəni, sürprizdir. Bugün Vasif Məhərrəmli gələcəkdə hansı sürprizləri gözləyir? Vallahi heç bir sürpriz gözləmirəm, rahat həyat istəyirəm. Sürprizlərlə dolu bir həyat istəmirəm. Ya yaxşı, ya pisə. Mən Allah taladan bir dəfə demişəm, bir də burada sizin verilişdə deyirəm ki, ömür yox, möhlət istəmişəm həmişə. Mən Allah taladan möhlət istəyirəm. Evlatlarım əlləri çörəyə çatanacaq. Bir yerlərə özləri, bir özgü mövqülərini tutanacaq. Allah Taala mənə möhlət versin. Eləcə də indi sizin sualınıza qüvvət, mən sürpriz yox, evlatlarımın xoş gününü istəyirəm. Bundan başqa heç nə istəmirəm, heç bir sürpriz istəmirəm. Nə yaxşıya, nə pisə. Çox sağ olun, həqiqətən. Bir çövrəliz biraz. Dəyərli vaxtınıza ayırdığınıza görə mən sizə minnətdarımı bildirirəm. Ata mahnısını istəyərdim, ifa edəsiniz. Çox gözəl mahnıdır. Başlayın, mən gözüm üstə. Və burada sağ olan atalara can sağlıq arzu edirəm. Dünyasını dəyişən valideynlərini də Allah rəhmət eləsin. Amin, ya Rabbi. Sen benim her zaman dönmez gururum, kollarıma güç veren varım ata.
Sən məndən istə ki, qulluqda durum, hər sözünə can fəda varım ata. Zəhmətimi çəkmisən ötüb illəri, saçlarına ağlar qarışıb, əllərimi tutmusan, güc veribdir əllərim. Mən ki sənə hər şeyi borçluyam. Sensiz olmaz evladım dadı dünyada. Yoktur elə bir nəfər sənə dayatan. Öyrətdim mənə mahir ol, sözümüz yaşan. Sen benim en büyük dayağım sana yatar. Sen benim en büyük dayağım sana yatar. Sen başımın tacı, hikmetli sesin, doğru yolu gösteren çırağım ata. Sen bir hayat kimi, candır nefesin, her sözüne can feda canım ata. Zəhmətimi çəkmisən ötüb illəri, saçlarına ağlar qarışıb, əllərimi tutmusan, güc veribdir əllərim. Mən ki sənə hər şeyi borçluyam. Sensiz olmaz evladım dadı dünyada. Yoktur elə bir nəfər sənə dayatan. Öyrətdim mənə mahir ol, sözümüz yaşan. Sen benim en büyük dayağım sana yatar. Sensiz olmaz evladım dadı dünyada. Yoktur elə bir nəfər sənə dayatan. Öyrətdim mənə mahir ol, sözümüz yaşan. Sen benim en büyük dayağım sana yatar. Sen benim en büyük dayağım sana yatar. Benim en büyük dayağım sana yatar. Təşəkkürümü bildirirəm. Sağ olun. Bugün Vasif Məhərrəmli də atadır. Bayaq elə övladlarınızdan danışdı. Allah sizə can sağlığı versin. Çox sağ Həqiqətən olun. övladlarınızın üstündən əskik olmayasınız. Minnətdarım. Onlara nə arzulayırsınızsa həyatda, elə onları görməyi Tanrı sizə qismət etsin. Amin. Bütün valideynlərə. Çünki Amin. mən də valideynəm. Yəni evdən çıxanda işə gedirik, istəyirik uğur əldə edək. Hər kəs istəyir ki, işində uğur əldə etsin. Belədir. Yəni bir boş qaba deyir atanda o səs eləyir. Bəli. Amma biz işimizdə onu istəmirik. Biz istəyirik ki, iş olsun, samballı olsun. Necə o toxum məsələsi var. Atırsan toxumu daşlığa, daşlıqda batır, amma münbit torpaqda cücərir. Tamam, elədir. Yəni işlərimiz də belə olsun ki, onun bəhrəsini görək. Amin, ya Rab. O bəhrəni də bizim övladlarımız görür. Çünki biz bunları edirik. Bugün Vasif Məhərrəmli mahnılarını təqdim edir. Sabah övladları hər zaman deyəcəklər ki, bizim atamızın mahnılarıdır. Atamızın qürur duyacaqlar İş burasıdır ki, bugün məsələn mən sizə bir örnək deyim. Bugün Şövkət Ələkbərovanın qızı, ailəsi ayda ən az yəni bir 1000 manat da olsun, ən az 1000 manat YouTube'dan kazanırlar. Şövkətin ifalarından. Şövkət ən azı dedim ha. Çünki adam baxın, adam heç YouTube dövründə belə yaşamayır. Düzdür, internet. Amma onun sənəti bugün artıq YouTube'da baxış sayları, izlənmə sayları çox olduğuna gəlib, yəni bunu mənə uşaqlar dedilər, sağ olsunlar o.
mən də bu sahədən biraz çox da yaxın deyiləm, uzağam. Yəni sənətkarın baxın özəlliyi və gözəlliyi nədədir? Bax onu o dünyadan getdikdən sonra da Allah bizə yenə deyirəm möhlət versin. Dünyadan getdikdən sonra da onun o mahnıları həmişə yaşayacaq. Onu sevənlər üçün yaşayacaq. Ona dəyər verənlər üçün yaşayacaq. Eləcə də evlatları üçün yaşayacaq. Bəli. Təşəkkür. Amma yenə də mən sürpriz istəmirəm. Sürpriz olmayanda demədim. Həyat bəzən elə bir sürpriz edir ki bizə. O sürprizi biz insan arzularla yaşayır da. Uşaqlıqdan hamımız arzularımız olur. Tələbəlikdə tələbəlik arzuları olur. Subay olanda ailə bir yaxşı ailə arzu edirik. Yəni gələcəkdən nə sürpriz mən istərdim ki, gələcək elə özü bizə elə bir sürpriz versin ki, deyib nə onu göz görmüş, nə qulaq eşitmiş. Bu bir Tanrı bir möcüzəsi olsun. Tanrı xeyrdası ilə bir möcüzəmiz olsun. Amin. Yaxşıya doğru, nə olursa yaxşıya doğru olsun. Allah Taala verdiklərini almasın. Allah Taala heç bir ailəni, heç bir evladı atasından, anasından, heç bir ata-ananı da evladından imtahana çəkməsin. Bəli. Heç bir evə xəstəlik nəsib eləməsin Allah. Çünki bir dəfə hər hansı bir veriliş edə bilmirəm. Deyəsən kənd yerlərində, deyəsən rayonlarda o toylar falanlar çəkirdilər bir ara. Belə bir veriliş idi. Uşaqlardan arzularını soruşdu. Biri dedi mən filan kəs olmaq istəyirəm, biri də 5 mən kəs olmaq istəyirəm. Və bir 3, 4, 5 yaş təxminən civarında olan uşağa ona mikrofonu uzatdı, aparıcı ki, bəs sən nə arzun nədir? Dedi mən istəyirəm atam sağ olsun. Onda mənim heç o adamı tanımıram da. O adam mənim gözüm doldu evdə. Çünki baxın heç bir uşaq istəməz ki, o atasız böyüsün. Heç bir uşaq istəməz ki, anasız böyüsün. Bilirsiniz, çox ağır bir şeylərdir bunlar. Ona görə də mən buradan xalqımıza, bizi izləyən, bizi dinləyən bütün analara, bacılara, qardaşlara onu arzulayıram ki, Allah Taala sizi evlatlarınızın imtahana çəkməsin. Əksinə evlatlarınızla sevindirsin. Allah Taala bütün valideynləri evlatları gözünə çıraq eləsin valideynlərini. Eləcə də heç bir uşaq valideyn əzab əziyyəti çəkməsin. Valideynim harda deyə haykırmasın, isyan eləməsin. Allah Taala bizim ölkəmizə, məmləkətimizə ancaq da sevinç dolu günlər nəsib eləsin. Təbii fəlakətlərdir, zəlzələlər, bilmirəm nələr, vulkanlar bizdən uzaq olsun inşallah. Ən önəmlisi müharibə olmasın. Bəli, açıq səmamız olsun. Dünyada barış olsun, sülh olsun, müharibə olmasın, çocuklar ölməsin. Bunu arzulayıram mən. Çox sağ olun. Bu arzularınıza görə sizə təşəkkürümü bildirirəm. Bildiyimizə görə Vasif Məhərrəmli çox müğənnilərə dəstək olub. Hətta efirlərə zəng edib, xahiş edib, onlar efirlərə çağırsınlar, onları göstərsinlər, təqdim etsinlər. Amma heç vaxt efirdə ya belə hardasa eşitməmişik ki, Vasif Məhərrəmli o müğənnilərin adını çəksin və desin. Yəni onların üzərində özüm reklam eləməmişəm da. Çox müğənnilərin əlindən tutub mən səhnəyə gətirmişəm. Çox müğənniləri təbii ki mən vəsilə olmuşam. Yəni Allah Taala yəni belə deyək birinci verir o qisməti, o ruzunu. Mən vəsilə olmuşam. Çox müğənnilərə mən çörək vermişəm. Halal xoşlar olsun. Bəziləri qədrini bilmirlər. O da var. O qədri bilməyənləri də Allah hidayət eləsin. Mən nə deyim ki? Mən nə deyə bilərəm? Amma qədri bilənlər də var. Bu davam edəcək indi. Qədri bilməyənlər... Nankorlar da olub içində. Təbii ki, nankorlar da var. Qədri bilməyən insanın bir adı var, o da nankor. Nankor, təbii ki, nankor. Mən də elə deyirəm, elə nankor kədi deyirəm onlara. Bugün Vasif müəllim, elə dediniz nankor, hansı insanlardan uzaq durmaq istəyir? Mən zaten artıq uzaqlaşmışam. Bəzi o mənfi enerjisi olan, aurası pis olan, mənə mənfi enerji ötürən insanların çoxundan uzaqlaşmışam. Çox rahat bir həyat sürürəm. Mənə belə xoşdur. Mən çox elə hayır-küylü yerdə oturmaq istəmirəm. Mənim balalarımla, evlatlarımla xoşdur. Elə onlarla da oturmaq, onlarla da gün keçirmək mənə daha xoşdur. Oğlumun, qızımın yanında, ailəmin yanında olmaq daha xoşdur. Nəinki hardasa gedib üzr istəyirəm ifadəmi latır danışmaq, haq eləmir. Elə Vasif Məhərrəmlinin ifası da sizlərlə sağollaşıram.
bir daha təşəkkürümü bildirirəm. Sağ olun. Çox maraqlı söhbətimiz oldu. Minnətdaram. Sağ olun. Monitoring TV-də bizim qonaq verilişini izləməyi unutmayın. Gələn dəfə qonağım kim olacaq, onu bizi izləyərkən biləcəksiniz. Mən Nura, sizlərlə sağollaşıram. Necə yola gətirək o insafsız qocanı, hər tərəfdən bağlayıb yolu bəndi bacanı. Necə yola gətirək bu insafsız qocanı, hər tərəfdən bağlayıb yolu bəndi bacanı. Kaş dünyada sevənlər heç vədə ayrılmasın, sevənlər xoşbəxt olsun, ürəklər qırılmasın. Sevənlər xoşbəxt olsun, ürəklər qırılmasın. Sus, 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 duyan olmasın. Aman